Hamını salamlayıram. Hı hı. Çok güzel çıkışlar oldu ve çok güzel çıkışlar bundan sonra da olacak. Sadece bu çıkışları daha aydın təsəvvür etmek için mesela histologiyadan da biraz məlumatlar verim. Süd vəzi çok çetin bir organı ve birçok törəmələr olur. Xoş xəstəli və bəd xəstəli, cür və şişlər olur. Ve bu oradan irəli gəlir ki, orada müxtəlif hücreler var. İlk olarak bu görüntüden başlayayım. Həmişə bunu görəndə ağac xatırladır, ağac yadıma düşür. Bundan qabaq da həmkarlarım dediyim terminal axacaq paycaq kompleksidir. TDRU, Terminal Duct Lobular Unit. Gördüyünüz kimi ağacın yarpaqları ağacın yarpaqları axacaqlardır. Axacaq ductus, ductuslardır. Onlar əsas funksional vahid onlar təşkil edir. Orada axacaqların içində sekret əmələ gələrkən e, daha iri axacaqlara toplanır və sonra 12-14 dənə axacaqlardan süd vəzgiləsindən çıxış təşkil edir. Və bu görüntü məsələn hamiləlik vaxtı, sekresiya vaxtında daha bir çiçəklənən ağaca bənzər də. İndi elə bir şəkil yoxdur, amma inana bilərsiniz. Bundan başqa da strukturlar var. Məsələn, stromada gördüyünüz yuxarıdakı şəkil bu gənc qadındakı olan süd vəzi daha çox fibrotik stromadan təşkil olunur. Aşağıdakı şəkil yaşlı qadınlarda məsələn daha çox adipoz toxuma, pi toxuması təşkil edir. Bu gördüğünüz gibi fərqli bir görüntüler var, histoloji görüntüler. Və əmələ gələn şişlər də buradan irəli gəlir. Məsələn, axacaqlardan əmələ gələn karsinomalardır, stromana əmələ gələn fibroadenomalardır, lipomalardır. Hər bir belə deyək də bir şiş hansısa bir hücrənin klonal proliferasiyasıdır. Yəni bir hücrələr artmağa başlayır, kontrol olunmayan bir artmağa başlayır və nəticədə bir şiş əmələ gəlir. Yenə də bu axacan struktur görüntüsünə qayıdaq. Gördüğünüz gibi bu aşağıda bir axacağın kəstidir. İç tərəfdə sekretor epitellə örtülüdür. Ətrafında mioepitelial hücrelər var, əgər görə bilirsinizsə. Sekretor hücrelərinin funksiyası sekret əmələ gətirir. Bəzən məsələn axacaq tıxananda bir kist əmələ gəlir. Daha öncə həmkarların göstərdiyi o kist sekretor epitellə örtülüdür. Mioepitelial hücrələrin də öz funksiyası var. Mioepitelial hücrelər yığıla bilirlər. Belə ki, sekresiya mərhələsində o mioepitelial hücrelər yığılarkən sekreti itələyirlər axacaq yönündə, yəni çıxışa doğru. Nəyə görə bunu deyirəm? Bu çox önəmlidir. Məsələn, şiş xərçəng xəstəliyi klonal xəstəlik, hansı bir hücrədən əmələ gələn artma başlayır və təbii ki, tərkib olaraq o bir hücrədən təşkil olunur. Belə ki, bu məsələn mən sizə dediyim o mioepitelial hücrelər burada daha aydın görsənir. Bu nədir? Bu immunosəkimyəvi müayinədir. Biz dediyimiz immunosəkimyəvi müayinə bizə nə kömək edir? Hansı bir konkret bir molekulu ya reseptoru biz boyaya bilirik. Gördüğünüz bu boya P63 mioepitelial hücreləri boyayır. Və gördüğünüz kimi bu axacağın ətrafındakı hücrelər, mioepitelial hücrelər burada boyanılıdır. Çox aydın görsənir. Bu bizə patoloqlara bəzən çox yardımcı olur. Növbəti slaytları mən sizə göstərəcəm. Süd vəzini görsənən ən çox rastlanan şişlər invaziv duktal karsinomalardır. İnvaziv lobular karsinomalar görsənir. Ondan başqa mucinöz tubular, medular, papilyar, kribriform karsinomalar var. Və bundan başqa da çeşitli çoxlu karsinomalar var. Daha az rastlanır. Biz xərçəngi Nottingham sistemi ilə qiymətləndiririk. Bu gördüğünüz bir xərçəngdir. Hansı ki daha önce çok göstərdilər həkimlər sizə. O stellate pattern olan budur. Gördüğünüz yine siz burada axacaqlar görürsünüz. Yəni eyni dairəvi strukturlardır. Amma bu axacaqları əgər siz məsələn P63 ilə boyasaq göstərəcək ki, burada mioepitelial hücrelər yoxdur. Yəni axacaqdan əmələ gələn artma başlayıb o hücrelər hələ də bilirlər ki, onlar bir dairəvi struktur əmələ gətirirlər. Burada gördüyünüz. Yəni bu grade 1'dir. Hələ ki hücrelər
tam yaddaşını itirməyiblər. Bilirlər ki, onlar nəsə dairəvi struktur əmələ gətirməlidirlər. Və burada gördüyünüz kimi dairəvi strukturlar var, amma bunlar artıq invaziv inkişafa başlayıblar. Gördüyünüz kimi burada onlar ətrafa sirayət edirlər. Bədən ona qarşı çıxış edir. Yəni o invaziv artmaya qarşı çalışır, onları durdursun. Desmoplastik stroma onları izole etməyə çalışır. Desmoplastik stroma əmələ gətirir. Gördüyünüz bu stellate pattern ona görədir. Əgər siz punksiya eləyirsinizsə, xərçəng bu xırt səsi eşitdiyiniz, siz o desmoplastik sahəyə deməli girdiniz. Radioloji da onlar çox rahat görsənir. Söhbət hazır duktal karsimadan gedir. Ondan başqa bir pitfall deyim sizə. Bu artma zamanı bu törəmənin mərkəzindəki duktuslar artıq yoxa çıxır, ölməyə başlayırlar. Ətrafında artma zonası olur. Bəzən olur, məsələn, patoloqa nümunə göndərirlər. Patoloq deyir ki, burada mən hücrə görmürəm. Amma cərrah çox haqlı olaraq deyir ki, mən törəmənin tam içindəydim. İş ondadır ki, böyük törəmənin mərkəzində sklerotik proseslər başlayır. O şiş elementləri yoxa çıxa bilər, amma ətraf periferik zonada artma zonası deyirlər də, orada daha çox yerləşirlər. Hər zaman biopsiya götürəndə onu nəzərə almaq lazımdır. Yəni, onun kənarından götürsəz normal toxuma gələcək, mərkəzdən götürsəz hücrə olmaya bilər. Ona görə çalışmaq lazım ki, bu artma zonadan biopsiya götürülsün. Bu başqa bir xərçəngdir, lobulyar karsinomdur. Bu fərqli görsənir, deyilmi? Bu daha öncə Anar doktorda dediyi infiltrativ paterndir. Məsələn, onu kəsəndə də normal toxumadan çətin fərqləndirir. Çünki hüceyrələr gördüyünüz kimi bir dəqiqə infiltrasiya ilə gedirlər. Lobulyar karsinomla duktal karsinom fərqi odur ki, duktal karsinomda hüceyrələr arasında əlaqələr olur. Bir-birindən onlar sıx yapışırlar. Bu əlaqələr vasitəsilə onlar regulasiya edirlər də, yəni nə əmələ gətirirlər. Amma lobulyar karsinomada məsələn o molekullar, kohezivlik molekulu yoxdur. Ona görə onlar tək-tək inkişaf edirlər və daha belə deyək də fərqli bir klinik gedişat göstərirlər. Bunu biz necə yoxlaya bilərik? Bu gördüyünüz yenə duktal karsinomadır, sol tərəfdə histologiyasıdır. Sağ tərəfdə yenə immunostimulya boyama eləmişik. Ekatelin molekulunu yoxlamışıq. Ekatelin molekulu var. Amma bu lobulyar karsinomdur. Yenə də eyni ekatelin boyaması elədik. Bir hissədə gördüyünüz şişin içində qalan duktus var, normal duktus var. Orada boyama görürsünüz, amma ətraf kütlədə boyama yoxdur. Yəni ekatelin boyamayıbdır. Bu lobulyar bir karsinomdur. Nəyə görə lazım? Bəzən patoloqları bizə nümunə, yəni əksər halda biz estrogen progestin HER2-67 yoxlayırıq. Amma bəzən patoloqlar əlavə molekular markerlərlə boyamaq istəyirlər. Klinisyonda məsələn soruşurlar ki, nəyə görə istədirsiniz? Məsələn, ekatelindir və yaxud digər molekulu mən göstərəcəm. Belə nüansları, belə incəlikləri bəzən araşdırmağa ehtiyac var. Yəni, çünki morfoloji onlar oxşaya bilərlər. Molekular tiplərindən iki məlumatınız var. Bu biz elə ki 4 boyama paterinə görə estrogen progestin HER2-67 şişləri 4 qrupa bölürük. Biz necə onu təyin edirik? Bu gördüyünüz yuxarıdakı boyamalar estrogen progesteron boyamasıdır. Nüvə boyamalar var. Yəni biz boyub baxırıq, o şiş hücrələrində ekspresiya varmı, yoxmu? Məsələn, estrogen ilə varsa, neçə faiz hücrələrdə var? Neçə hansı intensivlikdə var 1, 2, 3 deyə. Aşağıdakı HER2 boyamasıdır. Membranoz boyama biz görürük. Əgər varsa, onu da biz dəyərləndiririk. Skor 0, 1, 2, 3 və 267 proliferasiya indeksi mitoza gedən hücrələri boyuyur. Gördüyünüz kimi burada da tək-tək nöqtələr gördüyünüz hücrələr mitoza gedən hücrələrdir. Onu da biz faizini veririk. Hansı boyalar istifadə olunur? Yuxarıda gördüyünüz, adətən biz istifadə edilmiş ERPR HER2-267 statusun təyin üçün 267 proliferasiya indeksi. Bəzən metastatik şişlərdə biz süd vəzinin metastazlı yoxsulluq təyin etmək üçün əlavə molekullar istifadə edirik. Bu QAT3 monoglobulin GCDF15. Bəzən daha nadir şiş növlərini təyin etmək üçün əlavə molekullar istifadə edirik. P63, məsələn, CK56 bazal metaplastik karsinomalar üçündür. Və bir çox bizdə əlimizdə 250-yə yaxın markerlər var da, tək bunlar deyil. Bu əsas istifadə olunanlardır. Sadəcə sizin immunostimulya haqqında məlumatınız olsun üçün verirəm.
Nadir süd vəzi xərçəngləri olanlar metaplastik karsinom, sekretor karsinom, adenokistik karsinom, limfomalar ola bilər, ya məsələn süd vəzi implantla assosiasiya olmuş anaplastik böyük hüceyreli limfomalar olur. Nadirən olur, amma ola bilər implantla assosiasiya olmuş. Metastatik karsinomlar ola bilər. Məsələn, bizdə olmuşdu süd vəzində üzüyə bənzər hüceyreli karsinoma idi. Boyamalarda məsələn biz onu yoxlayanda süd vəzi markerləri boyamadı, amma bağırsaq markerləri boyadı. Xəstədə də anamnezdə sonra məlum oldu ki, bağırsaq xərçəngi olmuşdu. Bu məsələn metaplastik karsinomdur. İlk baxanda nəsə bir xaos var, şişə oxşuyur, şiş deyə bilərik, amma nə şiş demək çətindir. Burada bir mitoz görə bilərsiniz. Amma məsələn P63 yasteptel markeri bizə yardımcı olur. Yasteptel markeri boyanda görürsünüz ki, ekspresiya var. Bu xərçəng metaplastik karsinomadır. Limfomalar belə görsənə bilər. Tək-tək limfositlər görürük. Xronki mastitlərdə də eyni şey görsənə bilər, amma bir monomorf görüntüsü olduğuna görə şübhələnə bilərik və boyamalar bizə yardımcı olur. Məsələn, üstdəki CD20 boyasıdır. B hüceyreli limfositlər markeridir. T hüceyreli limfositlər markeri negativdir. Bu monoklonal prosesdir və nəticədə biz limfoma diaqnozu qoyduq. Çox sizin vaxtınızı almayım. Nəticə olaraq patoloji qiymətləndirmə əsas faktordur müalicə üçün. Alt tipləndirmə dəqiqləşdirməsi terapiyaya təsir göstərir. Nadir hallarda histologiya və immunsokimya çox vacibdir. Daha öncə sizə bir dənə ilk slaydımda bir ağac xatıradan struktur göstərmişdim. Bu da bir Azərbaycan rəssamının şəklidir. Bu yaxınlarda bir toplantı vardı. Orada görmüşdük bu şəkli. Çox bəyənmişdim. Bu qədər. Sağ olun.